ən böyük əqidənin zəifliyinin əlamətlərindən, əziz qardaşlarım, bir müsəlmanın dindən xəbəri olmayanların danışdıqlarından təsirlənməsi. Televizorun qabağına bir səfiyin biri çıxır, başlayır İslam dinini ləkələməyə, dində olan məsələləri radikala nisbət etməyə. Saqqal məsələsini, saqqallıları radikal və şiddətli bir, belə deyək, toplumlara nisbət eləyir. İslamda olan hədd ayətlərini sərt mövqeyə göstərir. Və yaxud bunu kim tətbiq edir deyə bunlar radikallardır. Və yaxud filan ayətlər bu zamana məkana uyğundur. Və müəyyən məntiqi və fəlsəfə ilə qarışdırılmış insanlara şübhələr atır. Bir çoxları bunun qabağında oturur, o dinsiz və fəsad və səfihdən öz dinlərini götürürlər. Və o dediklərini təsdiqləyirlər və onunla qani olurlar. Belə hal olarsa, mənası odur ki, o insanın əqidəsində xələl var. O insanın əqidəsinin zəifliyidir. Bu da bugünkü dövrümüzdə, qardaşlar, ən çox təsir edən nöqtələrdən biridir. Bugün alimlərin, bax, əksər adamlar alimlərin dediklərini dilə gətirmirlər. Jurnalistlərin və ortada olan televizorun qabağında, ekranların qabağında durub danışan çekistlərin, egoistlərin sözlərini gətirirlər. Hər hansı bir yerdə bir hadisə baş verəndə onların təhlilatlarını danışırlar. Alimlərin mövqeyi qalır qıraqda. Və ittiham edirlər, alimlər danışmır. Alimin bir məsələdə danışmaması hökmdür bunun özü. Alim bir məsələdə danışmırsa, bu fətvadır bunun özü. Onun yolunu getkinən səndə. İxlasla.com saytı tərəfindən təqdim olundu.